Saxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın barəsində olan cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-sinə təyin edilib. Dəniz Əsədova barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2 vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə, 32.4, 313-cü vəzifə saxtakarlığına təhrik etmə maddələri ilə ittiham verilib. Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur. İttihama görə o, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib. İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub. Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib. O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb. Dəniz Əsədova Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin penitensiar xidmətin 4 saylı qadınlar üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.